Affadan biabırçı səhv. Belə çıxır ki, bundan sonra məşqçi və yaxud da futbolçu meydandan kənarda hansısa bir komandanın üzvünə qeyri-etik hərəkət edə bilər. Buna görə heç bir cəza olmayacaq. Dünənləri Affanın İntizam Komitəsi Qarabağ Sabah oyununda çox böyük səs-küyə səbəb olan bir hadisəyə göz yumdu. Sabahın məşqçilərindən biri oyun zamanı rəqib komandanın məşqçisinə necə deyirlər qeyri-etik hərəkət etmişdi və az qala dava düşəcəkdi. Yaxşı ki, sakitləşdirdilər oyunçuları və məşqçiləri. Düzdür, Sabahın nümayəndələri dedilər ki, bu cavab hərəkəti idi və birinci onlar başlamamışdılar və ona görə üzr də istədilər hətta. Amma Affanın İntizam Komitəsi həmin məşqçini cəzalandırmalı idi. Çünki bundan sonra belə hərəkətlər olmasın. Həmçində o maraqlıdır ki, Qarabağın azarkeşləri oyun zamanı təhqiredici ifadələr işlədirdilər və buna görə Affa Qarabağı 8000 manat cəzalandırdı. Onda belə çıxır ki, söyüşlər olmaz, amma qeyri-etik hərəkət olar. Bəs meydanda dava düşsəydi, o davada kimsə yaralansaydı, ona kim cavab verəcəkdi Affa? Düz etmirsiniz.